Azərbaycanda konsultasiya almaq istəyən kütlə yoxdur. Azərbaycanda uşağın yerləşdirmək istəyən kütlə var. Bunlar fərqli anlayışlardır. Mən bu günlərim TikTokdan, sosial mediadan mənə birbaşa əlaqəyə keçməyə çalışan valideynlər olur. Valideynlə görüş vaxt təyin eləmişəm. Ata ilə ana gəlib. Deyirəm ki, mən sizə nə konsultasiya verim? Bilirsiniz nətərdir? Onu çox gözəl deyir. Bəxtiyar müəllim, inandırmağa çalışırsınız ki, Amerika Birləşmiş Ştatlarının 300 milyonluq əhalisi, 50 ştat, hamısı eyni deyil ki. Orada da güclü var, zəif var. Gəlin mən deyim də, Türkiyədə bu sistem var. Qoşqar müəllimin dediyi sistem Türkiyədə də var. Niyə bizdə yoxdur? Bizdə yoxdur, mən niyə soruşsunuz? Mən deyim də, Elçin müəllim, baxın, Dövlət İmtahan Mərkəzinin nəzdində... İlham müəllim dedi ki, siz Təhsil Nazirinin ştatlı ekspertisiniz. Xeyr, baxın. Elçin müəllim, bir dəqiqə o suala cavab verir. Ştatlı ekspert olduğunu dediniz bəli. Xeyr, mən... Görürsünüz, bax, Nazirliyə qərəz burada Ştatda yaranır. durmaq üçün də elə vakansiya yoxdur. Aydındır, amma daha Sizin pisdir. suala cavab verir. Dırnaq içində olmaq daha pisdir. Bir dəqiqə, yox, mən ittiham edirsiniz və ciddi ittiham edirsiniz. Birincisi, mən bu günə qədər iştirak elədiyim istər sosial media platformları olsun, istər TV-lər olsun, mən şəxsi olaraq düşüncələrimi, istər tənqidi, istər də pozitiv olan düşüncələrimi sərbəst şəkildə deyirəm. Kimsə nə Təhsil Naziri qohumumdur, nə əlaqəm var Təhsil Naziri ilə, nə də Təhsil Nazirliyi ilə. Mən Təhsil Nazirliyinin pozitiv tərəflərini müdafiə edirəm, negativ tərəflərini də tənqid edirəm. Eləcə də universitetlərin pozitiv tərəflərini müdafiə edirəm, negativ tərəflərini də tənqid edirəm. Kimsə gəlib mənə çıxıb desin ki, Bəxtiyar müəllim hər hansı bir Təhsil Nazirindən adamla ilişkisi var, ona görə tərifləyir və ya Təhsil Nazirindən qrant almayıb. Mən bir də icazə eksperti deyil.